Şifahi sual-cavab da etmək olar eyni zamanda. Yəni bu cür də aparmaq olar. Bəli. Müşahidə. Şifahi sual-cavab eləyə Esse, bilərik. yaz Essi, hə, elətdirə bilərsiniz müəllimə. Test üsulu ilə. Əvvəllər diaqnostiki test üsulu ilə icazə vermirdilər, amma sonradan dedilər ki, hə, yeni çıxan Taimin kitabında o test üsulu ilə olunması da öz əksini tapmışdı. Effektiv müəllim-valideyn münasibətlərini necə qurursunuz Vüsalə müəllimə? Effektiv müəllim-valideyn münasibətlərini əsasən valideyn təhsil prosesinin bir hissəsidir. Valideynlərlə daha doğrusu empatiya qurmağa çalışıram. Təkidli oluram, israrlı oluram. Təşəbbüsü ələ alıram. Aha, doğru. Deyə bilərsiniz. Yəni valideyni təlim mühitinə cəlb etmək şagird nailiyyətinin yüksəlməsi deməkdir. Təşəbbüskar oluram, onu anladığımı göstərirəm deyə bilərsiniz müəllimə. Perspektiv planlaşma nədir və nə kimi dəyişiklik eləyə bilərsiniz Vüsalə müəllimə? Perspektiv planlaşma illik planlaşdırmadır və perspektiv planlaşmanın saat miqdarında dəyişiklik etmək olmaz. Amma ümumi dəyişiklik etmək olar. Bunu necə aparırıq? Əsasən məsələn, mövzuya ayrılan saat miqdarlarında dəyişiklik etmək olar. Mövzunun asan və yaxud çətin olması ilə bağlı olaraq. Asan mövzudursa, həmin o bir saatı əlavə etmək olar və belə. Və yaxud da mövzuların keçirilmə tarixində dəyişiklik eləmək olar. Siz orada qeyd etmişsiniz, 28 may məsələn, ilin ortasına düşür. Amma may sonunda keçirilməli olan tədbirdən bağlı olaraq o uşaqlara həmin günü, yəni həmin mövzu tədris eləyərəm. Həmin o dərs saatına isə həmin o vaxtda olan dərs saatını əlavə edə bilərik. Bizdə var belə bir şey tarixdə. Tarixdə var da müəllimə. 28 may var. Məsələn digər Əslində eləyirik biz bunu. Aha, müstəqillik günü ilə əgər yeri dəyişik düşübsə və yaxud gəlib o ona çıxırsa, dəyiş də. Nə məcburdur ki, 28 mayda keçəcəyini gətirib 18 oktyabrda keçəsən. Yəni onların yerində dəyişiklik eləyə bilərik müəllimə. Ona uyğun məsələn fəaliyyətimizi də mövzuları qura bilərik. Doğru. Təşəkkürlər Vüsalə müəllimə. Çox sağ ol əzizim. Sizə də çox sağ olun.